Salam. Bugün ən sevdiyim içlikli biber turşusunu hazırladıq. Əvvəlcə 45 ədəd biberi təmizləyib, duzlayıb bir gün gözləməyə qoyduq. 2 kilo kələmi və yarım kilo yaşıl pomidoru incə doğradıq. Yarım kilo markovu rəndələdik. Üzərinə sarımsaq, cəfəri, kərəviz, doğranmış biber və duz əlavə edib yaxşıca qarışdırıb bir gün gözləməyə qoyduq. Bir gün sonra içliyi biberlərin içinə doldurub yığırıq bankaya. Üzərinə yarı-yarıya sirkə və kələmdən sıxılmış suyu əlavə edib bağlayırıq. Çox dadlı, rəngarəng və vitaminli bir hazırlıq oldu. Mənim ən çox sevdiyim qış tədarüklərindən biridir. Siz də mütləq sınayın. Videomu bəyəndinizsə kanalıma abunə olmağı unutmayın.